Yapon üz kremi reklamı üçün özünü biraz rəzil edən Messi. Bu reklam yüzündən hər kəsin lağa qoyduğu Rooney ya da Yaponiyada o qəribə cihazın reklamını edən Ronaldo. Bu həftə futbol zonasında futbolçuların oynadığı və bizi çox güldürən 18 qəribə reklama baxırıq. Mbappe'nin bu reklamı ilə başlayırıq. 景好的小城上哪搜羊乳？ Və inanın mənə, reklam boyu bu vəziyyət xeyli davam etdi. Çinin Instagram bənzəri platforması üçün çəkilən bu reklamda Mbappe'nin o süni hərəkətləri həqiqətən çox qəribə görünür. Bu, Ronaldo'nun ən məşhur və ən çox lağa qoyulan reklamlarından biridir. Xüsusən də Ronaldo'nun o qəribə rəqs etdiyi an. So sharp, beep 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 beep. Buy everything, ding 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 ding. On 9999999. Super shopping. Ah, pul üçün nələr edirlər. Amma bu hələ başlanğıcdır. Siyahıda özünü gülünc vəziyyətə qoyan daha çox futbolçu var. 16 John Barnes. Liverpool və İngiltərə millisinin əfsanəsi Barnes, 2018-ci il Dünya Kuboku reklamında bir qadının onun üzünü yalamasına icazə verir. Just Eat tətbiqi üçün çəkilən bu reklam həqiqətən adamı duruxdurur. 15 Pat Jennings. 70-ci illərin əfsanəvi qapıçısı Jennings, o vaxtlar futbolçular indikindən qat-qat az qazandığı üçün bu cür kostyumlar geymək onlara normal gəlirdi. Nəhəng bir yağ filtri kostyumu geyinib şutları dəf edir. An oil filter is like a goalkeeper. The more it saves, the better it is. 14 Wayne Rooney. Rooney inanılmaz bir gol dahisi olsa da, gördüyüm ən pis aktyorlardan biridir. Dramatik olmağa çalışdığı o film reklamı hələ də komediya mövzusudur. Guys, we have a problem. The boss said that New Devil is arriving. They say he is a legend. Keçmiş komanda yoldaşları belə hələ də onunla dalğa keçirlər. 13 Gabriel Martinelli. Arsenal'ın ulduzu Martinelli'nin televiziyaya çıxıb Sünger Bob ad günün mübarək deməsi və o qəribə pastası. I'm Gabriel Martinelli. Happy birthday, SpongeBob. Martinelli özü belə buna çox güldü. 12 Lionel Messi. Xeyr, hələ bu reklamı deyil. Türk Hava Yolları üçün çəkilən bu əfsanəvi reklamda Messi'nin balondan heyvanlar düzəltdiyi o hissə. İndi Messi'ni elə təsəvvür edə bilirsiniz. 11 Ronaldinho. Nick'in o məşhur reklamında Simpsons ailəsinin peyda olması və Homer'in bacak arasından çalım yeməsi. Hamı buna çox gülmüşdü. 10 Ian Wright. İngiltərə əfsanəsinin bir toyuq reklamında etdiyi o qəribə dans. Həqiqətən izahı olmayan anlardan biridir. This is the tikka masala variety. You get 2 pots, you see. The first spices the chicken and turns it tikka red. One feels like chicken tonight, like chicken tonight, chicken tonight. 9 Carlos Tevez. Sərt və aqressiv Tevez'in uşaq kanalı üçün reklamda oynaması və o qəribə rəqsi hər kəsi şoka salmışdı. 8 Manchester United heyəti. Futbolçuların bir içkini içib qəribə səs effektləri çıxarması. Yapon azarkeşləri qazanmaq üçün hər şeyi edirlər. 7 Ronaldinho. YouTube'da 1 milyon baxışı keçən ilk video. Ronaldinho'nun topu üst dirəyə ard-arda vurduğu bu anlar saxta olsa da çox havalı idi. Altı Peter Schmeichel. Efsanəvi qapıcı Schmeichel'in bir reklamda mahnı oxuya bilmədiyini, bütün dünyaya sübut etdiyi o anlar. Get nostalgic for how things used to be. They sit and watch old movies on their black and white. 5 Gareth Southgate. 96-cı ildə qaçırdığı penaltıdan sonra başına kağız torba keçirib reklamda oynayan Southgate özü ilə zarafat etməyi bacarmışdı. 4 Braziliya millisi. 1998-ci ilin əfsanəvi reklamı. Hava limanında darıxan Ronaldo Nazario və dostlarının topla etdikləri o möhtəşəm şov.
3. Michael Owen. Kameranın altındakı mətni oxuduğu, hər halından bəlli olan Owen'in o möhtəşəm aktyorluğu. Peter Crouch hələ də buna gülməkdən doymaz. 2. Lionel Messi. Və budur. Messi'nin bütün üzünün kremlə örtüldüyü o məşhur Yapon reklamı. İnsan niyə belə bir reklamı qəbul edər ki? 1. Cristiano Ronaldo. Zirvədə isə Ronaldo'nun ağzında yellənən o qəribə cihaz var. Ronaldo əvvəl utansa da, sonra televiziyada cihazı bizzat özü nümayiş etdirir. Nutqumuz tutulur resmen. Bəs sizin favoriniz hansı idi? Ronaldo'nun rəqsi, yoxsa Messi'nin kremli yüzü? Rəylərdə yazın. Futbol zonasına abunə olmağı unutmayın. Hər kəsə yaxşı həftə sonları.